Mən öz vətənimə, doğma torpağıma qayıtmaq qərarı aldım. Həm də Azərbaycanın rəhbərləri vaxtilə mənim irəliyə çəkdiyim, mənim yetişdirdiyim insanlar mənim Azərbaycana gəlməyimin qarşısını alırdılar. Heydər Əliyevin Bakıya gəlməyi o vaxtki rəhbərliyi çox narahat edirdi və müəyyən yollarla bunun qarşısını almaq istəyirlər. Yadınızdadır, aeroportda bir qrup əvvəlcədən öyrənilmiş adamları yığmışdılar. Onlar protest edirlər. Ancaq ağılsız insanlardılar. Onlar bir qrup, ola bilər 50-60 nəfər Bakı hava limanına gətirmişdilər ki, onlar mənə qarşı protest etsinlər. Amma onlar da bir şey edə bilmədilər, mənim qarşıma ala bilmədilər. Yəni məni istəyirdilər ki, hava limanından Moskvaya geriyə qaytırsınlar. Bunu edə bilmədilər, məni burada mənim yaxın adamlarım qarşılayırdılar. Qardaşımıdır, qohumlarımıdır. Mənimlə bərabər uzun illər işləmiş Rəfail Allahverdiyevdir. Təbii də onların o qədər bu nəqliyyat vasitələri də yoxdur, məhdududur. Rəfail Allahverdiyevin bir Volga avtomobili vardı. Aeroportun bir köhnə dərvazaları var idi. Oranı açdırdıq, mən maşını saldım içəri. Bunların xəbəri yox idi, bu miting iştirakçılarının xəbəri yox idi. Trapdan düşən kimi Heydər Əliyevdən xahiş elədim, minsin maşına ki, oradan nələr çıxaq. Bax, eləncə o dərvazanın qabağında bir maşın gəldi, durdu, indiyəcən yadımdadır. Deyirəm, Allah var, mən Allaha inanan adamam. Allah bizi qutardı o vaxtı. Biz gəlib dərvazadan çıxanda böyük bir zil maşını dolu daşla gəldi, saxladı dərvazanın qabağında maşını ki, biz çıxa bilməyək oradan. Uşaq xəbər tutmuşdular. Mən Adil, mənim şoferim vardı, rəhmətli Adilə dedim ki, Adil, nəyin bahasına olursa olsun, sən çıxmalısan. İnanın Allaha ki, ondan sonra əgər ayrı bir maşın, ondan da kiçik maşını gətirib o maşınla dərvazanın arasından keçirmək istəsəz, keçirə bilməzdiniz. Necə biz çıxdıq oradan, deyirəm, bir Allah bizə kömək elədi, Allah qutardı bizi, biz çıxdıq oradan və Heydər Əliyevi gətirdik sağ-salamat. Biz bir çətinliklə hava limanından çıxıb şəhərə gəldik və mən qardaşımın evində